Bəzi kəslər cənnət və cəhənnəmin varlığını inkar edirlər. Onlar deyirlər ki, oradan kim gəlib? Eyni zamanda deyirlər ki, bu boş şeydir və görmədiyim şeyə necə inanım? Belə kəslərə nə nəsihət edərdiniz? Elhamdülillahi vahdah və salatu və selamu alə mən la nəbiyyə ba'dah əmmə ba'd. Təbii ki, bu sualı müsəlman verə bilməz. Yəni, müsəlman belə bir sual verməz. Bu sual müsəlmanın verəcəyi sual ola bilməz. Və lakin belə ümumilikdə bu suala, bu şübhəyə cavabım budur ki, birincisi demək ki, mən görmədiyim şeyə inanmıram. Bu sözü demək və sonra bu sözü elmli, ağıllı bir söz kimi qəbul etməyin özü batildir. Çünki insan bir şeyi görmürsə, o demək deyil ki, o yoxdur. Aydındır? Yəni, bir şeyin varlığı və ya yoxluğu sənin onu öz gözlərinlə görüb görməməklə bağlı deyil. Bu elə əqli dəlildir. Adi bir misal, məsələn, biz bugün öz gözlərimizlə mikrobu görmürük. Mikrobları görmürük. İndi bizim bu mikrobu görməməyimiz onu tələb edir ki, və ya dəlildir ki, mikrob yoxdur, var. Və lakin biz görmürük. Və bizim bunu görməməyimiz o demək deyil ki, bu yoxdur. Biri deyə bilər ki, bəli, bu əsrdə artıq ispat olunub. Bu əsrdə ispat olunub deyə o deməkdir ki, mikrob bu əsrdə var. Xeyr, kainat yaranandan, insan yaranandan, dünya aləm yaranandan bu var. Və lakin biz görmürdük. Yəni, bizim onu görməməyimiz onun yoxluğu anlamına gəlmir. Bu məsələnin birinci tərəfi. Və həmçinin demək ki, oradan kim gəlib? Cənnətdən və cəhənnəmdən kim gəlib? Buna cavab budur ki, oradan bu dünyaya heç kim gəlmir. Bu dünyadan kimsə ora gedir. Yəni, yerləri səhv salmaq lazım deyil. Və bu əslində gülməli bir şübhədir və ya gülməli bir sözdür. Həmçinin bu nəyə bənzəyir? Belə fərz eləyək ki, ana bətnində olan uşağa deyirsən ki, indi sən ana bətnindən, yəni bu aləmdən başqa bir aləmə çıxacaqsan. Yəni 9 aydan sonra və ya 9 həftədən sonra və ya 5 gündən sonra, 1 gündən sonra başqa bir aləmə çıxacaqsan. Uşaq sənə qayıdıb desə ki, o dünyadan bu dünyaya qayıdan var, belə bir şey desə, yəni uşaq desə ki, yəni belə bir xəyali misal fərz edək. Uşaq desə ki, mən inanmıram sənin bu sözvə. Niyə? Çünki o dünyadan, sənin dediyin o dünya aləmdən bura kim qayıdıb? Cavab budur ki, o dünyadan ora, ana bətninə kimsə gəlmir. Və lakin ana bətnindən bu dünyaya kimsə çıxır. Yəni, yerləri səhv salmaq lazım deyil. Və cavabın da əvvəlində dedim ki, təbii ki, bu sualı bu cür qoymaq və belə bir sual vermək, yəni bu müsəlmanın sualı ola bilməz. Çünki əgər bir kəs özünə müsəlman deyirsə, özünü İslama nisbət edirsə, Allahın kitabı, Qur'ana iman edirsə, o bilməlidir ki, ölən insanlar hamısı diriləcək. Bir qismi cənnətə və bir qismi cəhənnəmə gedəcək. Və bu fikir də xətadır ki, bəzi insanlar cahilliklərindən, dini savadsızlıqdan, elmsizlikdən elə başa düşürlər ki, elə bilirlər ki, insan öləndə cənnətə, cəhənnəmə gedir onun ruhu. Bu belə deyil. İnsan öləndə onun ruhu bərzaq aləmində, ruhlar aləmində qalır. Bəli, ya azab çəkir, ya da nemət içərisindədir.
Və lakin cənnətə, cəhənnəmə getmir. İnsanın cənnətə, cəhənnəmə getməsi qiyamət qopandan sonra, insanlar öz qəbirlərindən çıxıb diriləndən sonra olacaq bir şeydir. Və insan cənnətə, cəhənnəmə ruh və cisimlə birlikdə tam bir bədənlə gedəcək. Həmçinin bilmək lazımdır ki, ümumiyyətlə cənnətin varlığı, buna iman, həm də fitrətin bizdən tələbidir. Təsəvvür edin, elə bir insan yoxdur ki, yer üzərində iki şeyi arzulamasın. Birincisi, əbədi həyat, yəni ölümsüzlük. Yəni, heç kəs istəmir ölsün. Və heç kəs istəmir qocalsın, nəinki ölmək. Əksinə, hər kəs istəyir ki, cavan qalsın və ölməsin. Niyə? Çünki Allah səni bu fitrət üzərində yaradıb. Bu, sənin içindən gələn istəkdir, fitrətin tələbidir. Bu bir. Və ikincisi, hər kəs istəyir ki, bu dünyada firavan yaşasın, qayğısız həyat sürsün. Bu da iki. Yəni, yer üzərində elə bir insan yoxdur ki, fitrətində bu iki istək və arzu olmasın. Fikir verin, əslində bu insan elə cənnəti arzulayır. Çünki cənnət nədir? Qocalmadan, tam firavan, qayğısız və ölümsüz həyat. Yəni, sən əslində bu dünyada sənin fitrətvin tələbi olaraq sən cənnəti arzulayırsan. Özün də bilmədən. Yəni, Allah subhanahu və teala səni elə fitrət üzərində yaradıb ki, sənin fitrətin əslində cənnəti tələb edir. Ona görə bu dünya fani dünyadır. Necə ki, Allah azze və cəllə buyurur ki, kullu nəfsin zaiqatul maut. Hər can ölümü dadacaq. Necə ki, səndən qabaqçılar indi sağ deyirlər, bir gün gələcək, sən də bu dünyada olmayacaqsan. Və bil ki, bu dünya bir əkin yeridir və axirət isə biçin yeri. Bu dünyada öz tədarükü elə gör və elə götür ki, sabah qiyamət günü əlin bir ərzaqa çatsın, bu dünyada əkdiyi sabah axirətdə biçə biləsən. Və dua edirəm ki, Allah azza və cəllə bizi cəhənnəm əzabından qorusun və cənnətinə daxil olacaq, həm bu dünyada, həm də axirətdə xoşbəxt olan qullarından etsin. Doğrusunu Allah bilir. Və sallallahu alə Muhammedin və alə alihi və səhbihi və səlləm.